Azərbaycanda işçilərin təhlükəsizliyi və sağlam iş şəraiti ilə bağlı yeni tələblər qüvvəyə minə bilər. Qanunvericiliyə görə işçilərin sayı 50 nəfəri keçən müəssisələrdə artıq mütləq əməyin mühafizəsi xidməti yaradılmalıdır. Bu xidmətin işi sadədir. İşçilərin təhlükəsizliyinə nəzarət, qaydalara əməl olunmasını təmin etmək və istehsalat risklərini minimuma endirmək. İşçilərin sayı 50 nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı 500 nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir. 1000 nəfərdən çox olan işçinin çalışdığı müəssisələrdə sənaye sanitariya laboratoriyası təşkil olunur, həmçinin əməyin gigiyenası üzrə həkim vəzifəsi təsis edilir. Əməyin mühafizəsi xidmətinin əsas tərkibi peşəkar mütəxəssislərdən ibarət olmalıdır. Bu mütəxəssislər əmək qanunvericiliyini, əməyin mühafizəsi normalarını və istehsalat təhlükəsizliyi qaydalarını mükəmməl bilməlidirlər. Onların əsas vəzifəsi işçilərin gündəlik fəaliyyətini risklərdən qorumaq, təhlükəsizlik qaydalarının pozulmasının qarşısını almaq və müəssisədə sağlam iş mühitinin təmin olunmasını izləməkdir.